1998-ci ildən başlayaraq 31 mart Azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Azərbaycan xalqına qarşı törədilən bütün soyqırımı cinayətləri qurbanlarının xatirəsini anmaq məqsədi ilə 1998-ci il martın 26-sında Ulu Öndər Heydər Əliyev Azərbaycanlıların soyqırımı haqqında fərman imzaladı. Bu fərmanla martın 31-i Azərbaycanlıların soyqırımı günü elan edildi. Beləliklə mart soyqırımından danışacağıq və qonağımız millət vəkili Vasif Qafarovdur. Salam Vasif müəllim, xoş gördük sizi. Hoş gördük. Vasif müəllim, verilişimiz boyu biz çalışacağıq bu soyqırımlarla bağlı danışaq. Ümumiyyətlə Ermənistanın Azərbaycanlılara qarşı törətdiyi soyqırım hadisələrinə diqqət yetirək. Amma öncə istəyərdim ki, 1918-ci ildə 31 mart tarixində törədilən əslində yəni kifayət qədər zaman keçib. Bu soyqırımın kökündə hansı səbəblər dayanırdı? Doğru qeyd elədiniz. 1918-ci ildə Azərbaycan xalqına qarşı tarixin ən böyük soyqırımlarından biri həyata keçirilib. Bu soyqırımın törədilməsində məqsəd Azərbaycan xalqının apardığı milli azadlıq mübarizəsinə divan tutmaq, onun muxtariyyət və müstəqillik uğrunda apardığı mübarizəyə son vermək və beləliklə Azərbaycanın müstəqilliyinə imkan verməmək, Azərbaycanın torpaqlarını yiyələnməkdən ibarət idi. Məqsəd bundan ibarət idi. Təbii ki, bu hadisələr 1918-ci il mart ayının 31-də baş versə də, dövrün arxiv sənədləri göstərir ki, Bakıda Azərbaycanlılara qarşı soyqırım cinayətinin planlaşdırılması hələ 1917-ci ilin dekabrında Erməni Milli Şurası və Daşnaküstün Partiyası tərəfindən hazırlanmışdı. Nəticədə 31 mart 2 aprel tarixlərində 3 gün ərzində Bakıda 12 mindən artıq insan irqi, milli, dini əlamətlərinə görə qətlə yetirildi. Eyni zamanda Azərbaycanın milli hərəkatının əsas mərkəzi olan İsmailiyyə binası dağıdıldı, yandırıldı və beləliklə burada da məqsəd Azərbaycanın milli hərəkatına divan tutmaq idi. Dini abidələr, eyni zamanda Təzəpir məscidi dağıdıldı, Kaspi qəzeti mətbəəsi dağıdıldı, mehmanxanalar dağıdıldı. Şəhərin bir sıra küçələrində, o dövrdə Bakının ən böyük məhəllələrindən biri Məhəmmədli və Zibilli-Dərə məhəllələri elə bir şəkildə bu məhəllələrdə insanlar qətlə yetirilmişdi ki, Fövqəladə Təhqiqat Komissiyası həmin ərazilərdə işləyəndə bir nəfər belə tapılmamışdı ki, heç olmasa öldürülənlərin adlarını müəyyən etmək mümkün olsun. Həmin dövrdə Fövqəladə Təhqiqat Komissiyası 1918-ci ilin sentyabrından sonra Bakıda işləyib. Yəni bir xeyli müddət keçmişdi. O dövrdə İngiltərənin Bakıdakı konsulu öz hesabatlarında göstərir ki, ən azı 20 min insan Bakıda qətlə yetirildi. O dövrdə İranın Bakıdakı konsulu öz xatirələrində qeyd edir ki, təkcə İran konsulluğu 5 mindən artıq insanın dəfnini həyata keçirib. Yəni, bu qırğınların miqyası o qədər böyük idi ki, Fövqəladə Təhqiqat Komissiyasının bu təhqiqatlarında bunların hamısı əhatə etmək mümkün olmayıb. Biz baxsa görərik ki, Bakı şəhərində 12 mindən artıq insan qətlə yetirilsə də, ümumilikdə Bakı quberniyasında öldürülən insanların sayı 41.300 nəfər olub. Yəni, həmin dövrdə Azərbaycanın 3 quberniyasında bu qırğınlar davam edib. Bakı quberniyasında və quberniyada 6 qəzada, eyni zamanda Gəncə quberniyasının 6 qəzasında və İrəvan quberniyasının 6 qəzasında. Ümumilikdə 18 qəzada bu qırğınlar davam edib. Bu qırğınlar nəticəsində təkcə Bakı quberniyasında 41.300 nəfər, Gəncə quberniyasında 11.768 nəfər, İrəvan quberniyasında isə 75.640 nəfər qətlə yetirilib. Təkcə bu soyqırımlar nəticəsində soyqırım qurbanlarının ümumi sayı 128.708 nəfərdən ibarətdir. Kifayət qədər böyük rəqəmdir. Bu hələ təhqiqatlarda təsdiq edilmiş rəqəmdir. Hansı ki, bu təhqiqatlardan kənarda qalan bir çox kənarda qalan bölgələr var ki, o bölgələrdə Fövqəladə Təhqiqat Komissiyası təhqiqat apara bilməyib. Məsəl üçün, Qubada cəmi 10 gün təhqiqat aparıb. Məlum olub ki, Qubada 168 kənd erməni bolşevik hücumlarına məruz qalıb, 4261 nəfər qətlə yetirilib. Amma qeyri-rəsmi məlumatlarda 16 mindən artıq insanın Qubada qətlə yetirilməsi haqqında deməli fikirlər mövcuddur.
Eyni zamanda Şamaxı qəzasına biz baxsaq görərik ki, Şamaxı şəhərində o dövrdə 21 min nəfər Azərbaycanlı yaşayırdı. Amma orada öldürülən Azərbaycanlıların sayı 10 mindən artıqdır. Deməli, Azərbaycanlı əhalinin yarısına qədəri burada bu soyqırımın qurbanı olub. Eyni zamanda Şamaxı qəzasının 110 kəndinə hücum edən erməni, Malakan, Bolşevik birləşmələri burada 110 kənddən 106-sını tamamilə qətlə yetiriblər. Bütövlükdə Şamaxı qəzasında soyqırım qurbanlarının sayı 22 min, deməli, 300 nəfərdən artıqdır. Bir qəza üçün kifayət qədər böyük rəqəmdir. Ümumilikdə təkrar qeyd edirəm ki, Azərbaycan üzrə qətlə yetirilən insanların sayı 128.708 nəfərdir. Kifayət qədər böyük rəqəmdir. Yəni, Azərbaycanın 20-yə yaxın şəhəri və qəza mərkəzi dağıdılıb. Azərbaycan üzrə bütövlükdə 950 kənd dağıdılıb. Bakı qəzasında 367, Gəncə qəzasında 276, İrəvan qəzasında isə 307 kənd tamamilə dağıdılıb. 100 mindən artıq Azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ümumilikdə bu qırğınlar nəticəsində eyni zamanda insanlar qətlə yetirildikdən sonra, soyqırıma məruz qoyulduqdan sonra onların əmlakı da talan olunub. Təkcə Azərbaycan əhalisinə həmin dövrdə vurulan zərərin məbləği o dövrün qiymətləri ilə 6,7 milyard rubuldan artıq olub. Yəni, bütün ölkəni demək olar ki, bu soyqırımlar əhatə edib. Eyni zamanda insanlar öldürüldükdən sonra onların meyitləri üzərində olmazın təhqiramiz hərəkətlər həyata keçirilib. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində biz görürük ki, müsəlmanların meyitlərinin iyrənc formada təhqir edilməsi, bunlara rəvac verən erməni kilsə xadimləri, erməni ziyalıları və erməni siyasi xadimləri olmuşlar. Hansısa bir quldur dəstə bu cür aktlar törədə bilər. Amma biz görürük ki, bu hadisələrdə təhqiqat materialları əsasında tam sübuta yetirilir ki, bu soyqırım cinayətləri Erməni Milli Şurası tərəfindən və Daşnaqstyun Partiyası tərəfindən məqsədli şəkildə həyata keçirilib, məqsədli şəkildə hazırlanıb, planlaşdırılıb və həyata keçirilir və bütün bunlara erməni ziyalıları, erməni siyasi xadimləri və erməni kilsə xadimləri birbaşa rəhbərlik etmişlər. Nəinki indi biz o dövrdə görürük ki, Fövqəladə Təhqiqat Komissiyasının materialları əsasında tam sübuta yetirilib ki, Azərbaycanlılara qarşı irqi, milli və dini zəmində soyqırım cinayətləri həyata keçirilib. Fövqəladə Təhqiqat Komissiyasının 3500 səhifədən artıq təhqiqat və istintaq materialları var. Yəni, həmçinin bu komissiyanın tərkibinin böyük əksəriyyətdə Azərbaycanlı deyil. Bu tərkibdə ruslar var, gürcülər var, Ukraynalı var, Tatar var və digər Litva tatarı var bunların tərkibində. Həmin komissiya bir ildən artıq bir müddətdə işlədi. Yəni, ermənilər bu soyqırımları törətsələr də, bu soyqırımı törətməklə paralel olaraq bu soyqırım cinayətlərinin fotolarını çəkir, dünyaya yayırdılar ki, güya bunlar ermənilərdir, soyqırıma məruz qalıb. Ona görə də Azərbaycanın Xarici İşlər Naziri Məhəmməd Həsən Hacınskinin təklifi əsasında Fövqəladə Təhqiqat Komissiyasının yaradılması barədə hökumət qərar qəbul elədi və 1918-ci il iyul ayının 15-də Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Bu komissiya 1919-cu ilin noyabr ayının 1-nə qədər fəaliyyət göstərib, komissiya 128 məruzə və qərar layihəsi hazırlayıb. Həmin komissiyanın materialları bugün də arxivlərdə durmaqdadır. O komissiyanın materialları əsasında tam sübuta yetirilir ki, Azərbaycanlılara qarşı soyqırım cinayətləri törədilib. Həmin dövrdə Bakıda faktiki hakimiyyət Bakı Sovetinə məxsus idi. Bakı Sovetinin də tərkibi bolşeviklərdən və bolşevik cildinə girmiş ermənilərdən ibarət idi. Şamiyanın rəhbərlik etdiyi bir qurum idi. Eyni zamanda onlar Azərbaycanın bölgələrində Malakanlarla birləşiblər, bu qırğınları törədiblər. Amma biz İrəvan quberniyası ərazisinə baxsaq, görürük ki, orada bu qırğınlar daha əvvəldən başlamışdı. 1917-ci ilin dekabrından başlamışdı. Artıq 1918-ci ilin martına qədər İrəvan quberniyası ərazisində 199 Azərbaycan kəndi darmadağın edilmişdi. Əhalisi soyqırıma məruz qalmışdı. Bir qismi də öz evlərindən köçməyə məcbur olmuşlar, didərgin düşmüşlər. Bunlar da məqsəd nə idi? Bu əraziləri
azərbaycanlılardan təmizləmək. Hələ 1917-ci ilin dekabrında Cənubi Qafqazda ermənilər üçün milli zəmində bir quberniyanın yaradılması layihəsi ortaya atılmışdı və plan ondan ibarət idi ki, Aleksandropol qəzası ətrafında bir quberniya yaradılsın. Bu quberniya deməli əsas etibarla ermənilərə məxsus olsun. Amma həmin ərazilərdə, yəni burada İrəvan quberniyasının ərazilərinə ehtiva edirdi. Həmin ərazilərdə ermənilər azlıqda idilər və çoxluq azərbaycanlıların tərəfində idi. Buna görə də azərbaycanlı əhalini məhv etmək, soyqırıma məruz qoymaq və öz evlərindən didərgin salmaq yolu ilə gələcəkdə erməni dövlətinin yaradılması üçün bir ərazi bazası müəyyən edirdilər. Orada ilk məqsəd ondan ibarət idi. Amma Azərbaycanın bölgələrində isə, digər bölgələrində, xüsusilə də Bakıda başlanan proses, hansı ki, sonraki dövrdə İrəvandakı proseslə bu çoxlaşdı, paralel şəkildə həyata keçirildi. Burada isə məqsəd Azərbaycanın muxtariyyətini və müstəqilliyinin qarşısını almaq, Azərbaycanın milli azadlıq hərəkatına divan tutmaq və beləliklə Azərbaycan dövlətinin yaradılmasına imkan verməmək, onun torpaqlarına sahib çıxmaqdan ibarət idi. Amma soyqırıma biz baxsaq, miqyas həqiqətən də kifayət qədər böyükdür. Soyqırımın qurbanlarının sayı 100 mindən artıqdır. Amma bütün bunlara baxmayaraq, Daşnak Bolşevik Alyansı bu soyqırımı törətməkdə qarşılarına qoyduqları məqsədə nail ola bilmədilər. Yəni, hansı ki, biz Azərbaycanın milli azadlıq hərəkatı tarixinə baxsaq, görərik ki, 1918-ci ilin mart soyqırımına qədər Azərbaycanın milli hərəkatı demokratik, federativ Rusiya daxilində Azərbaycana muxtariyyət verilməsi uğrunda mübarizə aparırdı. Amma mart soyqırımı Azərbaycan milli hərəkatında demokratik Rusiya daxilində muxtariyyətə olan ümidlərin üzərindən xətt çəkdi və məhz o tarixdən etibarən Azərbaycan milli hərəkatı Azərbaycanın tam müstəqilliyi uğrunda mübarizəyə başladı. Və bu mübarizə də özünün məntiqi yekunu kimi 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə nəticələndi. Vasif müəllim, mən bir məsələni toxunmaq istəyərdim. Siz, məsəl üçün, bayaqları faktları qeyd elədiniz, sonra rəqəmlər açıqladınız. Bəs indiyə qədər niyə görə beynəlxalq təşkilatlar buna bir reaksiya vermədilər, mövqe bildirmədilər? Yeri gəlmişkən elə dünənlərdə Ombudsmanın bir bəyanatı yayılmışdı. Orada da qeyd olunurdu ki, məsələn, bu bəyanat bütün ölkələrə dedilər ki, qeyd olundu ki, səfirliklərə, ölkələrə yayımlanacaq. Çünki indiyə qədər heç bir beynəlxalq təşkilatlar buna bir reaksiya verməyibdi. Bəli, 70 illik Sovet hakimiyyəti dövründə bu soyqırım sənədləri gizli saxlanılıb. Arxivlərdə 7 qıfıl arxasında saxlanılıb, onlar tədqiqatçıların üzünə açıq olmayıb. Müstəqillik dövründən başlayaraq soyqırım sənədləri tədqiq edilməyə başladı və sizin də qeyd etdiyiniz kimi 1998-ci il mart ayının 26-sında Ulu Öndərin imzaladığı fərmanla deməli, bu soyqırıma siyasi qiymət verildi və 31 mart günü Azərbaycanlıların soyqırımı günü kimi elan olundu. Eyni zamanda bu soyqırımın həm tədqiqinə, həm də təbliği istiqamətində addımlar atılmağa başladı. Biz bir müqayisə aparaq burada, görərək ki, yəni niyə nəticə olmur sizin dediyiniz. Bax, 1992-ci ildə, 20-ci əsrin sonlarında bütün dünyanın gözü qarşısında Xocalı soyqırımı törədilib. Xocalı soyqırımının bütün dəhşətlərini əks etdirən foto və videoları bugün ortadadır. Bütün dünya bunu görür, amma bunu hələ qəbul eləmək istəmir, tanımaq istəmir. Düzdür, bir çox ölkələr ədalətli qərarlar qəbul ediblər, 20-yə yaxın ölkə deməli, Xocalı hadisələrini soyqırım kimi qəbul edib, amma bütün dünyanın gözü qarşısında olan videoları, fotoları ortada olan bu soyqırımı hələ dünya buna lazımi ədalətli siyasi hüquqi qiyməti verməyib. Biz 18-ci il hadisələrinə baxanda mən o dövrü tədqiq edən bir mütəxəssis kimi deyə bilərəm ki, Xocalı soyqırımının dəhşətləri necə o kadrlarda göstərilir. 18-ci il soyqırımı həyata keçiriləndə Azərbaycanın hər bir kəndində o dəhşətlər yaşanıb. Biz bunları sənədlərdən oxuyuruq. Hər bir kənddə həmin dəhşətlər, həmin faciələr yaşanıb. Sənədlər ortada olsa da, amma dünya ölkələrinin nümayiş elətdirdiyi ikili standartlar ucbatından
bugünə qədər onlara siyasi qiymət verilməyib. Əgər biz baxsaq, 1905-6-7-ci illər, 1917-20-ci illər, 48-53 və 88-94-cü illər bu dövrlərdə fasilələrlə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən irqi, milli, dini zəmində bu soyqırım cinayətləri, deportasiya, təqib kimi cinayətlər törədilib və yekun olaraq 20-ci əsrin faciəsi adını alan Xocalı soyqırımı törədilib. Bu da bir cəzasızlıq mühitinin nəticəsidir. 1905-7-ci illər soyqırımı nəticəsində 10 mindən artıq insan həyatına son qoyulub. Bunlara lazımi hüquqi siyasi qiymət verilmədiyindən ermənilər 17-20-ci illərdə soyqırımın növbəti bir mərhələsini həyata keçirdilər. Onlara da lazımi beynəlxalq hüquqi siyasi qiymət verilmədiyindən 48-53-cü illərdə deportasiya və 88-ci ildən etibarən məlum hadisələri və Xocalı soyqırımını ermənilər həyata keçirdilər. Hesab edirəm ki, istər Xocalı soyqırımına, istər 1918-ci ildə həyata keçirilmiş bu soyqırımlara beynəlxalq aləmdə hüquqi siyasi qiymət verilməlidir. Bu həm növbəti bu cür presidentlərin yaranmaması üçün vacibdir, eyni zamanda ədalətin təmin edilməsi üçün də vacibdir. Əgər onlara vaxtında lazımi qiymət verilsəydi, lazımi hüquqi siyasi qiymət verilsəydi, hesab edirəm ki, növbəti bu cür hadisələr baş verməzdi, ona cürət etməzdilər. Bugünə qədər mərhələ-mərhələ ermənilərin törətdiyi, Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlar, deportasiyalar, təqiblər, qırğınlar, bunlar hamısı cəzasız qaldığı üçün növbəti bu cür hadisələrə yeni presidentlər yaradıb. Hesab edirəm ki, biz həm düzdür, bugünə qədər həm Milli Elmlər Akademiyasının, Tarix İnstitutunun əməkdaşları tərəfindən, eyni zamanda digər alimlərimiz tərəfindən soyqırımların tədqiqi istiqamətində böyük işlər görülüb, o sənədlər nəşr olunub, bəlkə də yüzlərlə əsərlər yazılıb. İndi növbəti mərhələdə tarixçilərin tədqiq etdiyi, ortaya qoyduğu bu soyqırım gerçəklərini beynəlxalq aləmə çatdırmaq, dünya ictimaiyyətinə çatdırmaq, təbliğ eləmək və onlara beynəlxalq aləmdə hüquqi siyasi qiymət verilməsinə nail olmaq hesab edirəm ki, bizim əsas vəzifəmiz olmalıdır. Aydındır. Vasim müəllim, bir məsələni də soruşmaq istəyirəm. İndi biz 31 mart soyqırımından danışırıq, düzdür, Xocalı soyqırımına da toxunduq, amma ondan da əlavə Qarabağ özündə də bir kəndlərində Ballıqayadır, nə bilim mən, indi digərləridir ki, məsələn, orada da kifayət qədər faktlar qeydə alınıbdır, belə Meşəlinin özündə də kifayət qədər insanlığa sığmayan cinayətlər qeydə alınmışdı. Soruşmaq istəyərdim ki, ümumiyyətlə bu 31 mart soyqırımının digər bu kimi soyqırımlarla fərqli və oxşar cəhətləri nə idi? Əslində, oxşar cəhəti çoxdur. Qeyd etdiyim kimi, hansısa bir yerdə, hansısa başı pozuq bir dəstə insan qətl edə bilər. Tarixdə bunun nümunələri var. Amma biz bütün bu soyqırım cinayətlərində, sizin də saydığınız 5-7, 17-20, 48-53 və ya deportasiyalara baxsa, məsələn, 88-91-ci illərdə Ermənistandan həyata keçirilən deportasiya prosesində 200-dən artıq azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. 2007-ci ildə Qubada 18-ci il soyqırım qurbanlarının bastırıldığı Qudyalçayın sol sahilində toplu məzarlıq aşkar olundu. 500-ə yaxın insan kəlləsini tapıldı, onlardan 50-sinin uşaqlara, 100-dən artığının qadınlara məxsus olduğu müəyyən olundu. Eyni zamanda müəyyən olundu, sübuta yetirildi ki, insanlar küt alətlə başlarına vurulmaqla, mismarla başına vurulmaqla və digər ağır işgəncələr şəraitində qətlə yetirilib. Bütün bunlarda biz sənədlər əsasında deyə bilərik ki, 20-ci əsr boyu Azərbaycan xalqına qarşı davam edən bütün bu soyqırım, qırğın, qətl cinayətlərində vahid bir senari var. Hamısında qeyd etdiyim kimi erməni ziyalıları, erməni siyasi xadimləri və erməni kilsə xadimləri bunu məqsədli şəkildə planlaşdırıb, həyata keçirib və bu deməli cinayətlərin həyata keçirilməsinə rəhbərlik ediblər. Ümumi xətt bundan ibarətdir. Aydındır. Çox sağ olun, minnətdarıq studiyamıza gəldiyiniz üçün və maraqlı fikirləriniz üçün. Qeyd edək ki, biz 31 mart soyqırımından danışdıq. Müsahibimiz isə millət vəkili Vasif Qafarov idi.